Hər vaxtınız xeyir, xəbərlərlə tanış olun. Cəbhədə gərgin vəziyyət davam edir. Bu gecə də Ermənistan silahlı bölmələri milli ordumuzun mövqelərini, eləcə də yaşayış məntəqələrini atəşə tutub, itki yoxdur. Ədalət və İnkişaf Partiyasının baş nazirin təyini fövqəladə konqresi 27 avqustda keçiriləcək. Ümumi namizədin isə bugün keçiriləcək partiya mərkəzi icra heyəti konfransında müəyyənləşdirilməsi gözlənilir. Yığıncağın əhəmiyyətli gündəm maddəsi Ərdoğandan sonra baş nazirin kim olacağının müəyyənləşdirilməsidir. Qiymətləndirmələrin ardından əsas namizədin adı ictimaiyyətə açıqlanacaq. Sürpriz bir inkişaf olmadığı təqdirdə bu adın hazırki Xarici İşlər Naziri Əhməd Davutoğlu olacağı gözlənilir. Həmas İsrailin strateji əhəmiyyətli obyektlərinə, o cümlədən paytaxt Təl-Əvivdəki Ben Gurion hava limanına raket zərbələri endirə bilər. Bu xəbərdarlığı Həmas təşkilatının hərbi qolunun mətbuat katibi Əbu Obeyda edib. Obeydanın sözlərinə görə İsrail Qəzza zolağında zərbələrini davam etdirərsə, İsrailə uçan beynəlxalq aviareyslər təhlükəli ola bilər. Bir müddət əvvəl İsrailin əsas beynəlxalq hava limanı olan Ben Gurion yaxınlığına raket düşdüyü üçün bir sıra beynəlxalq aviaşirkətlər İsrailə uçuşları təxirə salmışdı. Son günlər dünya ilə yanaşı Azərbaycanda da yayılan Ice Bucket Challenge, yəni bir vedrə buz adlanan, amma əslində IELTS xəstəliyindən əziyyət çəkən insanlar üçün yaradılmış xeyriyyə kampaniyasının təsisçisi vəfat edib. Çətin günlərini yaşayan xəstələrin müalicəsi üçün pul yığmaq niyyətində olan 27 yaşlı Corey Griffin faciəvi çimərlik qəzasında həyatını itirdiyi məlum olub. Corey'in yaxın dostu IELTS-ə yoluxduqdan sonra o kampaniyaya başlamışdı. Nançuketdə istirahət edən Griffin qaldığı 2 mərtəbəli evin damına çıxaraq oradan dənizə tullandığı və bir daha oradan çıxmadığı bildirilir. Dostları bundan xəbər tutduqda isə o artıq həyatda değildi. Hava haqqında məlumatı çatdırıram. Uzun müddətdir davam edən dözülməz istilərin ardınca Azərbaycanda sərin hava müşahidə olunacaq. Sabah avqustun 22-sində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq.